Koy bana. Salam dostlar, salam hər birinizi xoş gördük. Bugün şəhid Həmidov İlqar Şagəldi oğlunun mövlud günüdür. Mövlud günü cənnətdəki mövlud günü mübarək olsun şəhidin deyərik. İlqar Həmidov 1992-ci ildə Qarabağ döyüşlərində iştirak etmiş. Baş leytenant vəzifəsində Qarabağ döyüşlərində iştirak etmiş və Qarabağda 92-ci ildə itkin düşmüşdü və itkin düşəndən sonra şəhidlik statusu almışdı. Biz hər birimiz, hər bir Azərbaycan vətəndaşı kimi şəhidlərimizə böyük önəm veririk. Buradan Həmidov İlqar Şagəldi-oğlunun mövlud günü münasibətilə təbrik edirik. 34-cü mövlud günü münasibətilə təbrik edirik. Ailəsinə, əzizlərinə, doğmalarına başsağlığı veririk. Allah şəhidlərimizi rəhmət eləsin. Lerik rayonunda 1-ci və 2-ci Vətən müharibəsində təxminən 200-dən yuxarı şəhidimiz var. Lerik bildiyimiz kimi qəhrəmanlar diyarıdır. Biz cəm şəhidlərə Allahdan rəhmət edirik, qazilərimizə can sağlıq edirik, şəhid ailələrinə Allah səbir versin, Allah şəhidlərimizi rəhmət eləsin, Allah Azərbaycan şəhidlərini rəhmət eləsin. Sağ olun. Göylərdə göy qurşağı tək, al-əlvan bayrağına qurban olum ay vətən. Xudayarım, Poladımın yatdığı torpağına qurban olum ay vətən. Nə zaman ki Azərbaycan demişəm, hər adını çəkəndə can demişəm. Adına min kərə qurban demişəm, sorağına qurban olum ay vətən. Sonda sübut etdik haqqı, nahağı, verdik xain iblislərə gözdağı. Qazilərin Qarabağda qoyduğu ayağına qurban olum ay vətən. Günü gündən artır şanın, şöhrətin, dünya gördü səndə olan qüdrəti. Təmizləndi Xocalımın qeyrəti, papağına qurban olun ay vətən. Əmanətsən sən Nadir Şəhəfşardan, Koroğludan, qeyrət rəmzi nigardan, Mahudoğlu od alıb bu diyardan, ocağına qurban olun ay vətən. Dondu ay güneş, söndü bu evde gözler, bu